formada aparıla bilər. Sinxron dərs də, asinxron dərs də həm əyani olur, həm də onlayn. Baxın, sinxron dərs nədir? Bizim hal-hazırda qurduğumuz dərs əyani şəkildə sinxron dərsdir. Niyə sinxron dərsdir? Çünki əvvəlcədən biz vaxt müəyyənləşdirmişik. Misal üçün, həftənin neçənci günləri? 2-ci və 5-ci günləri saat neçədə? 10:00-da bizim qrafik üzrə dərslərimiz olur, düzdür? Əvvəlcədən vaxt müəyyənləşdirmişik və bu qrafik üzrə dərslərimizə hər zaman hazırlıqlı gəlirsiniz. Və dərslərimizi canlı keçirik. Canlı əks əlaqə qurulur, düzdür? Müzakirələr aparılır, diskusiyalar keçirilir, suallar anındaca cavablandırılır, rəylər anındaca verilir. Bunlar sinxron dərsdir. Eyni ilə də bu dərsin onlayn formatı. Yəni, mən sadəcə bir dənə fərqli olan nədir orada? Onlayn qoşuram müəllimləri. Sizin ki, məsələn, 20 nəfər, 25 nəfər bir qrupda şagird olur, müdavim olur, yəni, məsələn. Onlar da sizin kimi yenə suallarını verirlər, müzakirələrdə iştirak edirlər, sual cavab edirəm, testlər izah edirəm, müzakirə edirəm, dərsi izah edirəm. Bu şəkildə dərs yenə də qrafik üzrə, əyanda necədirsə, onlaynda da o şəkildə həyata keçirilir. Bu olur sinxron onlayn dərs. Yəni, əyani sinxron dərs və onlayn sinxron dərs. Bir də var asinxron. Asinxron dərs sinxrondan tamamilə fərqlidir. Asinxron dərsdə müəllim cədvəl tərtib eləmir, gün müəyyənləşdirmir. Sinxronda olanların əksi asinxrondadır. Baxın, ilk olaraq dediyim kimi, burada asinxronda artıq cədvəl yoxdur. Asinxronda yalnız müəllim materiallar göndərir şagirdlərə. Əvvəlcədən göndərir amma. Yəni, şagirdlərə, məsələn, əvvəlcə materialları göndərir. PDF-lər, video izahlar, dərslərin hamısını göndərir, testlərin izahı və s. Və sonra da şagirdlərlə nə vaxtsa bir dənə canlı onlayn dərs açır, hamıya uyğun olan bir vaxtda. Şagirdlərə də, müəllimə də uyğun olan bir vaxtda canlı bir dərs açır. Hər kəs qoşulur. Asinxron da həm əyani, həm onlayn ola bilər, amma asinxron onlayn tədris üçün daha çox uğurludur, yəni. Əyani dərslərdə bir o qədər də istifadə olunmur. Misal üçün, qoşulursa hansısa müəllim dərsinə onlayn şəkildə, ancaq ora materiallar göndərir, izahlar göndərir. Qrup da limitsizdir. Yəni, asinxron dərsdə limitə ehtiyac yoxdur. Çünki onsuz da canlı əks əlaqə qurulmur. Baxın, sinxrondan fərqli olaraq asinxronda canlı əks əlaqə yoxdur. Müzakirələr yoxdur. Rəy anında verilmir. Yəni, bir sualın varsa, ürəyində saxlayacaqsan onu. Daha onu sənin deməyə bir şansın yoxdur. Deyə bilərsən, amma nə vaxtsa, misal üçün, müəllimə yazacaqsa, o da aydın da bir dəfə görsə, cavab verəcək. Görməsə, qalacaq orada. Və yaxud da ki, 100 nəfərin, 200 nəfərin içərisində sənin yazdığın heç bilinməyəcək. Buna görə də asinxron dərsdə yük sənin öz üzərinə düşür. Sən özün məsuliyyətli olmalısan, öz vaxtını düzgün idarə eləməlisən, özünü idarə etməlisən ki, öyrənə biləsən. Yəni, metakognitiv bacarıqların güclü olmalıdır. Əslində, bunu bacaran insan daha keyfiyyətli təhsil alır və daha keyfiyyətli, daha yaxşı bal toplayır. Yəni, əgər sən o tədrisə uyğunlaşıb, həqiqətən özün özlərində çalışıb, öyrənə bilirsənsə, digər insanlardan daha yaxşı nəticə göstərəcəksən. Asinxron tədris ona görə əslində yaxşıdır. Sadəcə, sən əgər məsuliyyətlisənsə yaxşıdır. Bir məqsədin varsa yaxşıdır. Qılınc müsəlmanı deyilsənsə yaxşıdır. Yəni, istəyirsənsə, başın üzərində bu olsun, onda gəl canlı dərsə. Yox, istəmirsənsə, onda qoşula bilərsən asinxrona. Öz seçimindir. Sadəcə dediyim kimi, sinxron adamı biraz məsuliyyətli edir. Məsələn, ən azından neçə olma bilirsəniz ki, gələcəksən dərsə, ikinci gün dəyələcəm, dərsə oxuyum, testini işləyim. Amma asinxron olanda rahatsan. Vaxtın olmayanda ötürürsən məsələn və arxayın olursan, əşi onsuz da oxuyacam da, bir gün, 2 gün, 3 gün də gördün, imtahan gəldi, sən heç oxumamısan. Asinxron tədrisdə budur. Və bu iki tədris növünün ikisindən də qarışıq istifadə edə bilərik ki, bu daha effektivdir. Yəni, asinxronda olduğu kimi biz materialları əvvəlcədən göndəririk, video izahları göndəririk. Bəli, sinxronda olduğu kimi də nə edirik? Canlı dərs keçirik. Bu adlanır hibrid dərs. Hibrid dərs daha effektivdir təbii ki. Həm əyanını, həm onlaynı qarışdıra bilərik bir-birinə.
həm asinxronu, həm sinxronu. Yəni bu şəkildə daha keyfiyyətli nəticə əldə edə bilərik ki, bu adlanacaq artıq hibrid dərs. Yadda saxlayın, sinxron dərslə asinxron dərsin bəzi oxşar cəhətləri var. Burada verilməyib məncə onlar çoxu, amma testlərdə düşəcək, qarşınıza çıxacaq. Baxın, oxşar tərəfi nədir? Sinxronda da, asinxronda da həm müəllim, həm yəni şagirdlər müəllimlə əlaqə saxlaya bilər, istədiyi bir vaxt. Yəni onlaynda istəyəndə zəng eləyə bilər və ya WhatsApp-dan yaza bilər və ya şagirdlər özləri bir-biri ilə qarşılıqlı əlaqə qura bilərlər istədikləri vaxt. Sağlam ol. Bu adlanır artıq nə? İkisinin də oxşar tərəfi. Müəllimlə əlaqə saxlamaq və şagirdlərin bir-biri ilə canlı əlaqə qurması. İkisində də oxşar tərəfdir. Belə, bu bizim oldu nə? Sinxron və asinxron tədris növümüz. Daha sonra gəlir sorğu və araşdırma əsaslı təlim. Sorğu və araşdırma əsaslı təlim nədir? Albert Einstein'in burada maraqlı bir ifadəsi var. Baxın, Einstein deyir ki, mənim xüsusi bir istedadım yoxdur. Sadəcə çox güclü bir maraq hissim var. Yəni, istedadım, bacarığım olmasa da güclü bir maraq hissim var, düzdür? Yəni, araşdırmacıdır. Maraq, insanı araşdırmaya sövq edən nədir? Maraq hissidir. Araşdırır, axtarır, öyrənir və onu sövq eləyir. Baxın, əvvəllər yalnız IQ-nü üstün görürdü insanlar, düzdür? İnsanın IQ səviyyəsi. Nədir IQ? Yəni, intellektinin, savadının çox olması, bilikli olması, IQ səviyyəsinin güclü olması. Sonra Daniel Goleman emosional intellekt nəzəriyyəsini yazandan sonra EQ, yəni emosional zəkanı da ora əlavə edədilər ki, yəni sən əgər nə qədər də intellektin güclü olsa belə, emosiyalarını idarə edə bilmirsənsə, uğurlu ola bilməyəcəksən, emosional zəka. Son illərdə artıq SQ əlavə olunub. Yəni maraq hissi, insanın maraq hissi. Yəni sənin intellektinin güclü olması, emosional zəkanın güclü olması ilə yanaşı, maraq hissinin də güclü olması lazımdır öyrənmədə. Bəli. Bəli, ola bilər, onunla əlaqəli ola bilər, bəli, doğrudur. Baxın, düşünün ki, bir insanın həm IQ səviyyəsi yüksəkdir, həm emosional zəkası, həm də maraq hissi. Deyirlər, partladacaq, partlatdı vardı. Bu üçünün də güclü olması lazımdır, uğurlu olmaq üçün. Belə, ümumiyyətlə, sorğu araşdırma əsaslı təlim, yəni maraq hissi ilə əlaqəlidir ki, araşdırmaya sövq eləmək, axtarmağa sövq eləmək. Bu təlim modeli keçən il əlavə olunub proqrama deyəsən, əvvəllər yox idi. Burada əsas məqsəd şagirdin araşdırmaya yönləndirilməsidir. 5 əsas hissəsi var. Sorğu araşdırma əsaslı təlimdə birinci biz nə ilə başlayırıq? Yönləndirmə ilə başlayırıq. Yəni, şagirdlərdən maraq oyadıb yönləndirmə ilə fəaliyyətə cəlb edirik. Hər hansı bir sualla başlaya bilərik, məsələn, maraq cəlb eləmək üçün. İkinci biz burada əsas sualın qoyuluşu, yəni hipotezin irəli sürülməsi ola bilər. Əsas araşdırma sualını artıq irəli sürürük. Bu sadəcə yönləndirmə maraq oyatmaq üçündür. İkinci amma artıq əsas araşdırma sualının qoyulmasıdır. Hipotez nədir? Fərziyyə, müəyyən fərziyyələrin irəli sürülməsidir. Əsas sual qoyulandan sonra artıq nəyə cəlb edirik uşaqları? Araşdırmaya cəlb edirik. Üçüncü addım olaraq uşaqlar həmin o sual ətrafında araşdırmalar aparırlar. Dördüncü hissədə artıq nəticə əldə edirlər. Əldə etdikləri nəticəni 5-ci addımda artıq nə edirlər? Müzakirəyə çıxarırlar, müzakirə edirlər. 1 yönləndirmə, 2 əsas sualın qoyulması, 3 araşdırma, 4 nəticə, 5 isə müzakirədən ibarətdir, sorğu araşdırma əsaslı təlim. Testlərdə çox rahatdır bunları seçmək, təlim modellərini. Yəni araşdırma ilə bağlı, hipotez ilə bağlı, nəticə, müzakirə ilə bağlı 90% hadisələri aid edəcəksiniz sorğu araşdırma əsaslı təlimə. Digər təlim modellərində də var belə hissələr, onları fərqləndirəcəyik. Sonra, sorğu araşdırma əsaslı təlim zamanı şagirdlər araşdırmaya yönləndirirlər təbii ki. Onlarda həm induktiv, həm də deduktiv məntiq inkişaf edir bu zaman. İnduktiv və deduktiv məntiq inkişaf edir. Yəni, onlar həm nümunələrdən qaydalar, həm qaydalardan nümunələr müəyyənləşdirirlər. Onların konseptual bilikli, ümumiyyətlə biliyin bütün növlərini inkişaf etdirir. Daha çox da konseptual və metakognitiv bilikləri inkişaf etdirir. Metakognitiv bilikləri.
həm konseptual, həm də metakognitiv bilikləri də inkişaf etdirir. Sorğu araşdırma əsaslı təlim. Bir də sorğu araşdırma əsaslı təlimdə biz daha çox nədən istifadə edirik? 5Y modelindən. 5Y modeli nədir? 5Y modelin, hazırda biz 5Y modelindən istifadə edirik təbiət dərsliklərinin yazılmasında. Baxın, təbiət dərsi fənni üçün yazılmış dərslərin strukturu 5Y modeli əsasında hazırlanıb məktəblərdə. Bəli. 5Y modelində, yəni 5 dənə Y hərfi ilə başlayan suallardır ki, bu Azərbaycan dilinə çevirəndə bu şəkildə olacaq. Birinci, maraq oyatma, təbii ki, hər zamanki kimi yenə də cəlb olunma. Yəni, maraq oyatma nədir? Həvəsləndirmə şəkildə, motivasiya etmək üçün müəyyən bir situasiyadan istifadə edə bilərik. İkinci gələcək nə? İkinci addım araşdırmadır. Artıq araşdırma fəaliyyəti həyata keçirilir. Şagirdlər burada fəaliyyət barədə araşdırmalar edirlər, müzakirələr aparırlar. Üçüncü addımda izah etmə. Artıq araşdırdıqlarını izah edirlər şagirdlər. Müəllim şagirdlərin fəaliyyəti haqqında burada əldə etdikləri biliklər ümumiləşdirmələrini istəyir. Dördüncü addım möhkəmləndirmədir. Burada möhkəmləndirmədə 5Y modelində əvvəlki mərhələnin davamı olaraq dərinləşdirmə mərhələsində müəllim yeni bir misallar və nümunələr təqdim edir şagirdlərə. Yəni artıq şagirdlərin əldə etdikləri nəticələr daha da möhkəmləndirmək üçün yeni nümunələr təqdim edir onlara, öyrəndiklərini möhkəmləndirsinlər deyə. 5-ci addım nə olar sizcə? Baxdınız dedisə? Qiymətləndirmə. Bəli, baxın 5-ci qiymətləndirmədir. Hər zaman kimi, yəni ən son qiymətləndirmə ilə biz yekunlaşdırırıq artıq. 5Y modelində də burada sonda şagirdlər öz fəaliyyətlərini edirlər, qiymətləndirirlər. Bəli. 5Y modelində birinci nə gəldi? Birinci maraq oyatma. İkinci araşdırma, 3 izah etmə, 4 möhkəmləndirmə, 5 qiymətləndirmə. 5Y modeli. Harada istifadə olunur hal-hazırda 5Y modelindən dedik? Məktəblərdə təbiət fənləri üzrə yazılmış dərsliklərdə. Və bəli, sorğu araşdırma əsas təlimdə də biz 5Y modelinə istinad eləyirik. Belə. Sonra müəllimlər gəlir burada problem əsaslı, bir də layihə əsaslı öyrənmə. Bu iki təlim modelini siz müqayisəli şəkildə öyrənəcəksiniz. Problem əsaslı və layihə əsaslı öyrənməni. Bir dənə cədvəlləri var müqayisəli. Onu mən sizə izah edəcəm. Sizin üçün hər şey aydın olacaq. Ümumiyyətlə, layihə əsaslı öyrənmə nədir? Biz layihə əsaslı öyrənmədə şagirdlərə elə bir mövzu verməliyik ki, onlar bir gün, 5 gün, 10 gün yox, bəzən bir yarım il və ya bir il çalışa bilsinlər onun üzərində. Çünki şagird burada yeni bir məhsul ortaya qoymalıdır. Yeni bir məhsul, layihə. Verilən mövzu elə bir mövzu olmalıdır ki, həm şagirdin yaş səviyyəsinə uyğun olsun, həm onun öyrənmə xüsusiyyətlərinə, yəni özünə uyğun olsun, şagird yönümlü olsun. Həmçinin də şagirdin maraq dairəsinə, bir də həyatla əlaqəli olsun. Verilən mövzu həyatla əlaqəli olmalıdır ki, şagird bunun üzərində gedib araşdırmalar apara bilsin. Layihə zamanı həm fənn üstü, həm fənlər arası inteqrasiyalardan istifadə etsin şagird. Həm həyatla əlaqələndirmələr aparsın, həm də müxtəlif fənlərin biliklərindən istifadə edə bilsin. Araşdırır, yəni şagird burada yeniliklər öyrənir. Baxın, layihə əsaslı öyrənmə yeniliklər üçündür. Şagirdin yeni məlumatlar əldə etməsi, yeni informasiyalar toplaması və öyrənməsi üçündür. Bunların fərqi nədir? Problem əsası daha sadədir. Belə deyim də, baxın, belə düşünün ki, problem əsası layihə əsasından bir pillə aşağıdadır. Problem əsası daha sadə və daha az vaxt tələb edir. Amma layihə əsası daha genişdir və daha çox vaxt tələb edir. Yanaşma tərzinə görə bunların gəlin, birinci yanaşma tərzinə görə, yox birinci, onların əhatə dairəsinə görə gəlin fərqinə baxaq. Bayaq dediyim kimi, geniş əhatə dairəsinə və reallaşma vaxtına malikdir layihə əsaslı öyrənmə. Biz burada şagirdlərə bir neçə həftə, bir yarım il və ya bütöv bir ili belə verə bilərik ki, layihəni hazırlasınlar layihə əsaslı öyrənmədə. Dərin araşdırma tələb edən bu modeldə sonda ortaya nə etməlidir şagirdlər? Yeni bir məhsul qoymalıdırlar. Amma problem əsasında baxsa əhatə dairəsinə bir neçə günü və ya həftəni əhatə edə bilər. Məqsəd təqdim edilən konkret problemi həll etməkdir. Yəni burada verilən problem bizim dərsimizlə bağlı müəyyən konkret bir problem olacaq ki, bunu şagirdlər həll edəcək.
Amma yenə burada da həyati bir problem olması lazımdır ki, həyati bir problem üzərində işləsinlər. Bir neçə gün vaxt verəcəm və ya bir həftə vaxt verəcəm şagirdlərə. Burada amma nə qədər vaxt verdim? Bir neçə həftə, bir yarım il və ya bir il. Burada real bir məhsul ortaya qoyurlar, burada məhsul yoxdur. Sadəcə bir problem həll olunur. Sonra yanaşma tərzinə görə fərqlərinə baxsaq, geniş spektrli mövzunu əhatə etməklə kompleks problemə yönəlmişdir layihə əsaslı öyrənmə. Amma hər hansı bir spesifik problemə yönəlmişdir problem əsaslı. Yəni burada problem spesifikdir, xüsusidir, yəni kiçik bir problemdir. Amma buradakı problem kompleks bir problemdir ki, yəni misal üçün ekologiya ilə bağlı hər hansı bir problem verə bilərik şagirdə ki, daha geniş bir məsələ. İqlimlə bağlı, nə bilim, müxtəlif fənlə bağlı daha geniş məsələlər. Amma burada sadəcə spesifik bir problemdir. Həmçinin yekunda şagirdlərin nəticələri maddi məhsul şəklində təqdim etməsi vacibdir. Təqdimat eləyə bilərlər, sonra hər hansı bir tədbir hazırlaya bilərlər. Hətta həyatyanı sahələrdə belə, yəni gedib təqdim eləyə bilərlər layihələrini. Təkcə sinifdə yox, həyatyanı sahələrdə, hər hansı bir ərazidə də aparıb təqdimat eləyə bilərlər layihələrini. Yəni bu layihənin hazırlanması belə deyək də böyük bir işdir. Şagird üçün geniş bir işdir. Və bunun təqdimatı da mütləq yaxşı olmalıdır. Baxın, şagirdin sadəcə layihəni hazırlaması o demək deyil ki, işi mükəmməl şəkildə yerinə yetirdi. Həm də şagirdin təqdimatı önəmlidir burada. Yəni sən layihəni hazırlamısan, onu yaxşı şəkildə təqdim etməyi də bacarmalısan. Təqdim etməyi bacarmasan, işinin elə bil ki, 50%-i yəni yoxdur. Sən düşün ki, bir iş görürsən, yaxşı bir layihə irəli sürürsən, gəlib başqaları yararlanır ondan. Yəni sən özün onu insanlara göstərə bilmirsən, başqa bir bacarıqlısı çıxır ortadan, sənin layihəni götürür, istifadə edir və qazanır. Ona görə də uşaqlar həm layihəni hazırlamağı bacarmalıdır, həm də onu təqdimat etməyi, insanlara göstərməyi bacarmalıdır. Yəni göstərişini də bacarmaq lazımdır. Belə, sonra müəllimin roluna görə fərqinə baxsaq, müəllim bir fasilitator kimi müxtəlif formada öz dəstəyini göstərir. Belə ki, sualın qoyuluşunda, resurslarla təminatda, müntəzəm rəylərin verilməsində müəllim yaxından iştirak edir. Yəni, layihə əsaslı öyrənmədə müəllimin fasilitatorluq funksiyası daha genişdir. Çünki şagirdin öz potensialından biraz yüksək bir tapşırıq verilib ona. Burada müəllim ona yol göstərə bilər, sualları təqdim edə bilər, resursları verə bilər və s. Amma digərində problem spesifik olduğuna görə hər nə qədər deyir, problem əsaslı öyrənmədə müəllimin fasilitator rolu davam etsə də, o bir addım geridə dayanır. Yəni, hər daim şagirdə yardım eləmir burada, problem əsaslıda. Hər ikisində fasilitatordur, oxşar cəhətidir ikisinin də. Müəllim hər ikisində yol göstərən tərəfdir. Amma birində daha çox yol göstərir, digərində daha sadə şəkildə. Məsələn, şagirdin yəni hər problemi çıxanda müəllim onun üzərinə gedib, yəni ona köməklik göstərməyəcək burada artıq. Müəyyən məqamlarda görəcək ki, şagird ümumiyyətlə bunu daha öhdəsindən gələ bilmir, çıxılmaz qalıb, müəllim ona müəyyən bir köməklik edəcək. Amma layihə əsaslı da belə deyil, orada daha çox köməklik edir. Burada bir addım geridə dayanır. Harada? Problem əsaslı öyrənmədə bir addım geridə dayanır müəllim. Və bir də qiymətləndirmə məsələsində, qiymətləndirməsində də yenə layihə əsaslı daha geniş qiymətləndirməyə malikdir, problem əsaslı sadə. Daha kompleks bir problem olduğundan qiymətləndirmə meyarda mürəkkəb xarakteristikaya malik olur, mürəkkəb olur. Həm məzmunu qiymətləndirilməli, məhsulu, əldə edilən bilik və bacarıqları baxımından, həm də əməkdaşlıqlarını, kreativliklərini, təqdimat kimi bacarıqlarını da qiymətləndirir şagirdlərin. Amma problem əsaslı öyrənmədə problem əsaslı, burada problemin həll prosesi, tənqid düşünmə, təklif edilən yollar qiymətləndirilir bu qədər. Yəni qiymətləndirmə prosesində də yenə daha sadədir, bu daha genişdir. Məntiqi çox rahatdır bunları fərqləndirmək. Layihə əsaslı da hər şey genişdir, problem əsaslı da sadədir. Bu qədər, yəni sadə fərqləri var bunların əslində. Bir problem, spesifik bir problem, amma burada geniş bir problem. Belə, baxın, burada uzun-uzadı yazıblar, çoxdur məlumatlar. Bunu oxuyursunuz sadəcə. Əsas sizin öyrənəcəiniz bu cədvəlin içərisidir. Bir də, hələ hazırlaşmayın, ara gelsiniz. Bir də onu bilin ki, baxın, layihə əsaslı öyrənmədə şagird məhsul təqdim edir, düzdür, real bir məhsul verir. Və bu məhsulu təqdim edərkən müəllim nəyi yoxlamalıdır? Sizcə nəyi yoxlamalıdır?
Aha. Plagiatlığı yoxlamalıdır. Nədir plagiatlıq? Kopyalamaq, köçürtmək. Şagird gedib kiminsə layihəsini hazır şəkildə gətirib təqdim etməməlidir. Müəllim plagiatlığı yoxlamalıdır ki, şagird özü real bir məhsul ortaya qoysun. Baxın, bu o demək deyil ki, şagird kiminsə işlədiyi mövzuya müraciət edə bilməz. İşlənmiş mövzuya müraciət edə bilərsən. Amma kopyalamamalısan, özün dəyişik eləməlisən, bəli. O mövzunu götürüb yeni bir layihə hazırlamalısan, yəni. Kiminsə işini götürüb təqdim eləmək yanlışdır. Plagiatlığı yoxlamalıdır müəllim. Belə, buna da diqqət yetirin. Test işləmirsiniz, sadəcə öyrənirsiniz mövzunu və növbəti 10 dənə o situasiya sınağının yekunlaşdırırsınız.